Ali təhsil müəssisələrinə, həmçinin 11 illik və ümumi 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbul müddəti bugün 23 iyul 9-da yekunlaşacaq. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər. Bundan əlavə artıq qəbul imtahanlarının tarixləri də açıqlanıb. Statistikaya baxsaq, ümumilikdə bu 4 ixtisas qrupu üzrə 90 minə yaxın abituriyent öz elektron ərizəsini təsdiq eləyibdir və bu proses bir qədər də indi davam eləyəcək deyən o say daha da artacaqdır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün imtahan tarixləri də bəllidir. Bilirsiniz ki, may ayının 25-də 2-ci və 3-cü ixtisas qrupları üzrə imtahanlar keçiriləcəkdir. İyun ayının 1-də isə 1-ci, 4-cü ixtisas qrupu üzrə imtahan vermək istəyənlər, onlar gələcəklər və öz imtahanlarını verəcəklər. Bu qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesidir və imtahan tarixləridir. Abituriyentlərə qəbul imtahanının ikinci cəhdinə qeydiyyat zamanı birincildəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir. Belə ki, qəbul imtahanları da 2 cəhddən ibarətdir. İkinci cəhdə iştirak edənlər isə adətən birinci imtahanda yığdığı baldan narazı qalanlar olur. Keçən il müqayisədə hədsiz dərəcədə çoxdur. Belə ki, cari ildə artıq birinci ixtisas qrupunda 30 min nəfərdən çox şəxs elektron ərizəsini təsdiq edibdir. İkinci ən çox abituriyentimiz bizim 3-cü ixtisas qrupunda da artıq 26 mindən çox şəxs elektron ərizəsini təsdiq edibdir. Üçüncü daha çox ixtisas qrupunda tələbə abituriyentimiz 2-ci ixtisas qrupunda da 23 mindən çoxdur və bu keçən il rəqəmlərdən hədsiz dərəcədə çoxdur. 6 mindən çox şəxs 4-cü ixtisas qrupu üzrə ali məktəblərə qəbul olmaq istəyən şəxs təbii ki, bu il ciddi şəkildə rəqabətin 3-cü ixtisas qrupunda olacağı proqnozlaşdırılır. Belə ki, bu il 3-cü ixtisas qrupunda abituriyentlərin sayı keçən il müqayisədə hədsiz dərəcədə çoxdur. Qeyd edək ki, 2 və 9 mart tarixlərində keçirilən buraxılış imtahanlarında 43 nəfər maksimum nəticə 300 bal toplayaraq ölkə üzrə ən yüksək göstəricini əldə edib. 10 nəfər isə imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib. Nilufər Səlim, Emin Tağıyev, Səbuy Sadiq, Telesəhər.